Kişi yol kənarında qoyun otarırmış. Maşının biri saxlayır, içindən 4 nəfər düşür. Qoyun almaq məqsədi ilə kişi ilə razılaşıb kişiyə 100 dollar verirlər ki, qoyunun birini alırlar. Kişi axşam evə gəlir, bu 100 dolları oğluna verir, deyir qoyunun birini satdım. Oğlu pula baxır, deyir ata bu 100 dollar saxtadır. Kişi deyir ki, nə danışırsan bala, o pul saxta ola bilməz. Oğlu deyir ki, ata mənə inanmırsan. Deyir bala sənə inanıram, amma onların 4'ü də papaqlı idi. Bəli, kişi aldanmışdı. Həm də papağa aldanmışdır. Deməm o ki, kişi olmaq lazımdır. Şərəfli olmaq lazımdır. Alçaq, namərd, beqeyrət olmaq lazım deyil. Şərşəbəti olmaq lazım deyil. Kimisə aldatmaq lazım deyil. Bu həyatda kişi kimi yaşamaq lazımdır. Papaq var 1 manata, papaq var 100 manata, 500 manatadır. Kimisi o papaqla dilənir, kimisi o papağı qeyrət üçün qoyur. Qeyrətli olan, şərəfli olan, kişi kimi kişi olan hər kəsi Allah qorusun. Salam olsun qeyrətli insanlara. Buyurun.